Salam gözəl izləyicilərimiz, xoş gördük hər birinizi. Nətərsən Nəzirin? Hər vaxtınız xeyir olsun bacı. Nəzirinin çəkilişlərini də bugündən mən dayandırdım. Çəkiliş eləməyəcəm, çünki yardım eləyə bilmirəm. Yaxın qardaş. Ona görə ki, Nəzirini bir gözəl əmimiz, kanalımızın gözəl bir ağsaqqalı, Yevlax sakini Kərəm əmimiz Nəzirini götürdü müalicəsini öz boynuna. Çox sağ olun Xəqan qardaş, bizi sevindirdiniz. Allah onun canını sağ eləsin. Hər ay Nəzirinin müalicəsini Kərəm əmi zəh vurubdu ki, Xəqani heç kimdən bir köpük də alma, Nəzirinin müalicəsi mənim boynuma. Bu günlərimdə çox sağ olsun Ağsulu Ramil qardaşım 1000 rubl göndərib, Tərtərli Elmir qardaşım 400 rubl göndərib, Kərəm əmmimiz də 23.000 rubl pul göndərib. Cəm şəkildə 24.500-dür. Onu da göndərmişəm Nəzirinin öz kartına. İndi gəlib oturacaqdır. Rus kartından Azərbaycan kartına biraz gec oturur. Allah şəfasını versin. Kərəm əmmimin də nömrəsini verəcəm Nəzirinə. Özü deyibdi ki, mənim nömrəmi verərsən Nəzirin balama. Nəzirinin bugündən babası mənəm. Onun müalicəsini mən babası elətdirəcək. Allah canını sağ eləsin. Sağ ol. Səni başından töksün. Allah köməyində dursun. Çox sağ ol, çox sağ ol. Sağ olsun. Allah razı olsun. Sağ olun. Balalarının gözünə çıraq eləsin. Canı Amin. sağ olsun. Çox sağ ol. Can sağlığıdır. Sağ ol ay qardaş. Səndən çox razı olduq. Allah da səndən razı olsun. Amin, amin. Amin inşallah. Çox sağ ol Xəqan qardaş. Göydə Allah yerdəsiz. Sağ olun, sağ olun. Allah şəfasını versin. Allah Kərəm əmmin də canını sağ eləsin. Elmir qardaşımın da, Ramin qardaşımın da.